Bilirsən niyə çox yeyirsən və bilirsən nəyə görə doymursan, yeməkdən zövq almırsan. Problem yeməkdə deyil. Problem sənin fokusundadır, diqqətindədir. Süfrəyə oturan kimi sən telefonu sırası alırsan əlinə, video qoyursan, video baxırsan və yaxud televizora qoyub televizora baxırsan və ya kompüter açıb kompüterdə baxırsan. Seriala baxırsan, video baxırsan, futbola baxırsan, icmala baxırsan və yaddan çıxardırsan ki, yemək yemək bir meditasiya halıdır və sən yemək yeyəndə yeməkdən zövq almalısan. Sən futbola baxa-baxa yeməyi yeyirsən, yeməyi yedin, hop, ötürdün, sən onun dadını ağzında, o çiynəyə-çiynəyə sən hiss eləmirsən, o zövqü ala bilmirsən. Və əvəzində yeməyi fərqinə varmadan yeyirsən. Fikrin videoda da axı, yeməyi yedin, hop, baxdın ki, 2 dəqiqə, 3 dəqiqə, 5 dəqiqə keçdi, yeməyi qurtardın, yeməkdən zövq almadın, dalınca nəsə bir şirniyyat istəyirsən, dalınca nəsə istəyirsən. Çünki beynin o zövqü almayıb. O anda o yeməklə eyni moment o zövqü alıb, o momentində o hiss eləməyib, o yeməyin dadını, o hər bir tamı, orada molekullar necə işləyir, sən onun heç birini hiss eləməmsən. Çünki sənin fikrin başqa yerdədir. Bax, ən böyük problem budur və kökəlməyə meyilli olmağın da çoxsunun səbəbi budur. Çünki zövq ala bilmir. Yəni, telefonla danışa-danışa yemək yeyir, fikri başqa yerdədir, oyun oynayır, nə bilim, dəhşətli dərəcədə, yəni bu, sən onsuz da gündə 1 dəfə, 2 dəfə yemək yeyirsənsə, sən keyfiyyətli şəkildə yemək yeməlisən və bu meditativ bir hal olmalıdır. Sən ancaq yemək yeyib, o yeməkdə fikrin olmalıdır və o yemək yeyə-yeyə zövq almalısan. Yemək yeyəndə yalnız yemək yey. Fikrin ancaq yeməkdə olsun, dostum. Başqa şeyə fikir vermə. Çətin gələ bilər, beynin başqa cür örgəşə bilər, amma sən o zövqü hiss elə. Sən bəlkə də o yeməyi yeyib qurtarmadan doyacaqsan. Çünki sənin beynin doyacaq, sənin artıq çox yeməyə ehtiyac olmayacaq. Yeməyin dadını hiss elə, yeməyin o görünüşünü hiss elə, necə gözəldir. Yeyə-yeyə Allaha şükür elə ki, bu qədər təamları sənin üçün yaradıb, sənin üçün yaradıb bu Allah bunların hamısını ki, o dadlardan zövq alasan. Bu dünyada olan bir şeylər də o, bəlkə də başqa bir yerdə olmayacaq. Bu dünyada bilirsən necə, doğulmusan Azərbaycan kimi gözəl bir ölkədə ki, hansı kimi dadlı yeməkləri var. Şərt deyil Azərbaycan olsun, dünyanın hər bir yerində dadlı təamlar var. Adi bir insan nə gəldi yeyir, yeməkdən zövq almır, amma bir müddət yemək yeməyəndən sonra sən o yeməkdən elə zövq alırsan ki, ona görə dostum, yemək yeyəndə sırf yeməklə məşğul olmaq lazımdır. Böyük bir problemdir, insanların demək olar hamısı oturan kimi birinci telefonu açırlar, kompüteri açırlar, televizoru açırlar, nəyisə baxırlar. Başa düşürsən, sən yeməklə o zövqü almırsan, dostum. Və sən yemək yeyə-yeyə o anı yaşamırsan, o anı yaşaya-yaşaya o zövqü ala-ala, sən beynin də artıq sənin xoşbəxt olur, doyur. Bu çox vacib bir məqamdır. Yəni, çox insan əslində aclıqdan yemirlər, diqqətsizlikdən yeyirlər, zövqün, marağın olmamağından yeyirlər. Başa düşürsən, sən o yeməkdən zövq tutanda, kayf tutanda, ləzzət alanda sənə artıq yeməyə ehtiyac qalmayacaq. Yadda saxla, sən təkcə qarnını yox, şuurunu doyduranda, onda sənin bədənin də yox deməyi öyrənəcək və şuurun da, beynin də yedilərindən zövq alandan sonra artıq sənə kifayət edəcək və artığına ehtiyac olmayacaq.